Hər vaxtınız xeyirli olsun, hörmətli izləyicilər. Belə bir möhtəşəm evin təqdimatına gəlmişəm. Şəxsi tikili evdir, 5 sotda inşa olunub. İstəyir bağ evi deyin, istəyir villa deyin. 300 kvadrat metrdən ibarətdir. Sarayda yerləşir. Saray MTK-yə çatmamış. Asfalt yolun 150 metrliyində bütün növ ictimai yaşayış obyektləri, marşrutu, məktəbi, bağçası hər bir piyada məsafədədir. Şəxsi tikili evdir. 10 il ərzində inşa olmuş bir evdir. Tam oturuşmuş, bütün incəliklər düşünülərək tikilmiş bir evdir, hörmətli izləyicilər. Evimizin çöl görünüşü baxın bu qaydadadır. 5 sotda inşa olunub, qeyd etdiyim kimi 4 tərəfinə keçid eləmək mümkündür. Evdə mərtəbə arası monolit betondur, 4 tərəfdən cüt daşla inşa olunub. Belə bir deməli çöl hissə mövcud. Həyətyanı sahə baxın bu qaydadadır. Giriş darvazası solda və sağda yaşıllıq üçün yerlər nəzərdə tutulub, orada əlüzyumaq üçün də yer nəzərdə tutulub. Evin 4 tərəfinə keçid eləmək mümkündür, hörmətli izləyicilər. 3 ədəd balkonu var. Bu yataq otağından digər yataq otağına çıxış və ümumi istifadə üçün çıxışı olan balkon. Evin 4 tərəfini keçid etmək mümkündür, hörmətli izləyicilər. Alt hissəsi əlavə əşyalarınızı rahatlıqla yığa bilər, sündürücü zəmdir. Hər bir tərəfdən metr yarımlıq məsafə gözlənilib. Evimizin sahəsi 300 kvadrat metrdir, ev və torpaq kupçalıdır və qeyd edeyim ki, qiymətində 15.000 manat endirim olunub. Ev sahibi mənə zəng elədi və dedi ki, qiymətli endirim eləmişəm, təcili satıram. Baxın, belə bir həyətyanı sahə mövcuddur, hörmətli izləyicilər. Darvazadan 150 metr sağda asfalt yoldur. Gəlin indi evin daxili ilə tanış edeyim sizi. Çox əla, çox möhtəşəm. Deyərdim ki, qüsursuz bir evdir, hörmətli izləyicilər. 10 il ərzində tikilmiş, ərsəyə gəlmiş bir evdir. Baxın, 4 metrlik foyesi mövcuddur. Şəxsi tikili evdir. Bir daha qeyd edeyim, şəxsi tikili evdir. Girişdə solda və yaxud da ki, sağda İstənilən cür, istədiyiniz ölçüyə uyğun mebel yığa bilərsiniz. Pilləkən də betondandır. Baxın, hər mərtəbə üçün əlavə elektrik ayırıcığı mövcuddur. Deməli, burada yerləşir yataq otağı, mətbəx, sanuzel və böyük bir qonaq otağı. Gəlin qonaq otağı ilə davam edək. Burada 5-in 12 ölçülərində bir qonaq otağı var, hörmətli izləyicilər. 3 ədəd pəncərə düşüb. Bu pəncərə evinin həyətyanı sahəsinə baxır, görürsünüz, reşotkalar da quraşdırılıb. Belə bir qonaq otağı mövcuddur, hörmətli izləyicilər. Düsturları, gizli işıqları, spodları hər biri quraşdırılıb, hazır vəziyyətdədir. Dövlət ipotekasına yararlı evdir, baxın. Təqdimat biraz uzun çəkəcək, məlumdur ki, ev böyük olduğuna görə. 4 bir tərəfli evin arxasına, sağına, soluna keçid etmək mümkündür. Gəlin indi digər hissələrlə mən sizi tanış edeyim. Baxın, belə bir deməli foyeni gördünüz artıq. Buradan bu mərtəbənin yataq otağını göstərim. Təxminən burada 4-ün 5 ölçülərindədir. Görürsünüz necə gözəl təmir olmuş. Əla bir evdir. Uzun müddət əvvəl tikilmiş evdir, hörmətli izləyicilər. Şəxsi tikili evdir, birbaşa sahibindən satılır. Evin mövcud qiyməti 260.000 manatdır. 275.000 manatdan 260.000 manata endirilib. Real alıcılara təbii ki, endirim olunacaq. Baxın, belə bir mətbəx sahəsi mövcuddur. Pəncərəsi təbii ki, evin öz həyətyanı sahəsinə baxır. Çünki qeyd etdiyim kimi 4 tərəfindən keçid etmək mümkündür. Daha sonra burada mən sizə sanuzeli göstərim. Baxın, hörmətli izləyicilər, elə sanuzelin ölçüsünə fikir verin. 12 kvadrat metrli bir 10-12 kvadrat metrli bir sanuzel mövcuddur. Duşqabin üçün ayrılmış yerdir. Daha sonra qalxaq ikinci mərtəbə ilə mən sizi tanış edeyim, hörmətli izləyicilər. Pilləkən də betonla yığılıb, mərmər daşlarla üzlənib. Baxın, hörmətli izləyicilər, həqiqətən də göz oxşayan evdir. Həqiqətən də sözün həqiqi mənasında. Burada isə yerləşir 4 yataq otağı və sanuzel. Yataq otaqları görürsünüz, 2 qapı burada, digər 2 qapı burada və sanuzel burada sol hissədə. Dəhliz sistemi sanuzel ümumilikdə istipoldur. İkinci mərtəbənin kollektiv sistemi burada yığılır. Baxın. Deməli, burada belə bir sanuzel hissə mövcuddur. Yenə də eyni qaydada aksesuarlarla tam olaraq təchiz olunub. Gəlin otaqlarla bir-birisi tanış edeyim. Əla bir ərazidir. Qazın, suyun, işığın fasiləsi olduğu mərkəz kanalizasyon fəaliyyət göstərdiyi bir ərazidir. Məktəbi, bağçası, bütün növ yaşayış obyektləri çox qısa bir ayaq məsafəsindədir. Bağ ev kimi olduqca yararlıdır. Həmçinin şəhərdən kənar səssiz, küysüz bir yerdir və bütün ictimai yaşayış obyektləri piyada məsafədədir. Baxın, burada qeyd etdiyim kimi 3 balkonu var evin. Biri bu. Biri buradan istifadə üçün nəzərdə tutulmuş. Ətrafda tamamilə baxın belə böyük evlərdən ibarətdir. Daha sonra buradakı yataq otaqlarını da göstərim. Qiyməti qeyd etdim 5 sotda.
6 otaqlı 300 kvadrat metrlik bir ev, şəxsi tikili 10 il ərzində ərsəyə gəlmiş bir evdir. Mövcud qiymət 260 min manatdır. Maya dəyərinə satılır. Ev sahibi bura nə pul xərcləyibsə onu götürür. Əlavə heç bir qazanc arxasınca getmir. Sadəcə öz şəxsi işləri səbəbindən satışa çıxıb öz şəxsi yaşam məqsədi ilə inşa olunmuş bir evdir. Bu da ümumilikdə 6-cı otaq, qiymət 260 min, 275 mindən 260 min endirilib. Real alıcılara endirim olunacaq. Mənimlə əlaqə saxlayın. Əla fürsət də əldən verməyin. Sağ olun, hələlik.